Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92, 91, 170 marşrutlarından 200-250 metr, maksimum 300 metr məsafədə. İki sotun içində 4 geniş otaqlı bir həyət evimiz satışa çıxıb, hörmətli izləyicilər. Geniş ev, otaqlı ev istəyənlərin nəzərinə çatdırıram. Çox geniş otaqları var. Gələn hər bir müştəri gəlib yerində də baxa bilər. Hörmətli izləyicilər, sona qədər izləyin, ev haqqında bütün məlumatlarını verəndən sonra qiymətlə endirilib, nəzərinizə çatdırım. Allah ev olmayanlara daha gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə bütün məlumatlarını verəcəm. Deməyə ki, hörmətli izləyicilər, gördüyünüz kimi bir sota yaxın həyəti var. Ev altı qarajlı. Ev satış üstündə tikilsə də tam standartlara uyğun. Fundament, kəmər, qoşadaş, hamısı qaydasındadır. Üstünüdür. Yağış vurmayan yerdir, su vurmayan yerdir. Yəni indi sizdən bir şey göstərəcəm, görəcəksiniz. Gördüyünüz kimi qarajlı, rahat bir maşın daxil ola bilir. Zirzəmi hissəsi boy verir birbaşa. Baxın, bax. İstədiniz burada nə artıq əşyalarınız var, burada rahat yığa bilərsiniz. Görün, burada bax, qupquru yer. Bir dənə burada su yığılan yer yoxdur. Ərazi cəhətdən çox quru yerdir. Bunu da nəzərdə çatdırın. Fundament fırılıb, kəmərləri atılıb, tam standartlara uyğun inşa olunub. Gələn də evin içinə tanış olaq, hörmətli izləyicilər. Evin həqiqətən geniş otaqlı ev istəyənlər üçün ən uyğun bir evdir. Keçən evin içinə tanış olaq. Buradan daxil oluruq evin dəxil hissəsinə. Evin ilə, hörmətli izləyicilər, baxın bax, uzunluğundan bilinir ki, evin yəni geniş otaqlı göz qabağında. Girər ki, sağ tərəfdə mətbəx. Hardasa 14 kvadrat olan, təxmin ölçü deyirəm, az fərq edir. Gördüyünüz ki, bu genişlik göz qabağında. Rahat mebel yığandan sonra uğulabı bura qoymaq olur. Uşaq otağı, genişdir. Hardasa 12 kvadrat. 11-12 kvadrat var, rahatdır. Pəncərələrdən tam daha düşürülür. Yəni, ev işıqlıydı. Ağ qapılardan istifadə olunub, açıq aborlardan istifadə olunub. Geniş yataq otağı, baxın. Hardasa 15 kvadrat. Evin sol hissəsi, arxa hissəsində pəncərələr gözü tam işıqlıdır. Yenə bir yataq otağı. Burada da genişlik. Kombi sistemləri çəkilib, hamısı. Yəni bunlar indi danışıdan asılıdır. 120 min start qiymətini biz bunu hörmətli izləyicilər təqdim edirik sizə. Bax, gördünüz ki, bura sancı hissəsidir. Bu hissəsi də qonaq otağı. Hörmətli izləyicilər, kimlər evini satmaq istəyir? Səhifədən nömrəmizi götürürsünüz, profildən evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Emlak səhifəsinə daxil olursunuz. Orada istədiniz qiymətli evləri izləyərsiniz. Evlər hamısı kodlaşdırır, zəmrəndə kodları götürmək yaddan çıxmasın. Evin qiyməti yenə qeyd elədim. 120 min start qiymətli təyin olunub ev sahibi tərəfindən. Real aldığınızda endirimi birbaşa sahibinə danışacaqsınız. Son söz hörmətli izləyicilər ev sahibi deyəcək. Sonra qədər izlədiyiniz üçün təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. Amin.